Cəfərini hər axşam üzünüzə sürtün və sizi heç öz doğma anavız belə tanımayacaq. Yarım stəkan cəfəri maydanozun üzərinə qaynar su əlavə edirik. Ağzını bağlayırıq və 1 saat gözləyirik. Artıq hazırdır və biz bu mayeni süzürük. Üzərinə də 1-2 xörək qaşığı süd əlavə edirik, qarışdırırıq. Sonra bir hissəsini əlimizə tökürük, gözəl qarışdırırıq və gözəl sürtürük üzümüzə. Daha yaxşı nəticə üçün belə fırça ilə bir neçə qat üzünüzə sürtürsüz. 15-20 dəqiqə quruyandan sonra ilıq su ilə üzünüzü yuyursunuz. Və beləliklə hər axşam bu maskanı üzünüzə tətbiq etdikdən sonra üz dərinizdə heç bir pigment ləkəsi qalmayacaq, dəriniz bəmbəyaz olacaq və təbii şəkildə sizi cavanlaşdıracaq, gənc saxlayacaq, heç bir bahalı prosedurlara da ehtiyac qalmayacaq. Ona görə bu resepti, videonu mütləq qeyd edin, itirməyəsiniz və yoxlayın. İnanın yorumlarda mənə təşəkkür eləyəcəksiniz. Videonu da like etsiniz, kanalıma abunə olsunuz. Mənə xoş olar ki, mənim səhifəmdə sizlərin sağlam, gənc, gözəl qalması üçün bax belə faydalı reseptlər və maskalardır. Bir ay ərzində də 10-15 gün arıqlamaq istəsəz artıq yay gəlir. Təbii şəkildə mesaj bölməsinə mənə arıqlama proqramı yazın, hər birinizə məlumat göndəriləcək.